Maşın deməli zamok açır, start gedir, həmən də sönür maşın. Söküntü işləri gedir. Qısır kodda B2799 immobilizerlə bağlı verir. Açar yoxlanıb, çip yoxlanıb, yəni problem yoxdur. İndi hibridlə immobilizer arasındakı olan rabitə xəttini yoxlayacaq. İndi hal-hazırda sökmüşük, immobilizerı yazırıq. Görək, ola bilər ki, hibrid blokunda, proqramında nəsə problem olub. Yenidən yazaq, yoxlayaq. Görək nə olur.